Bu videonu çəkirəm ki, hal-hazırda bu videonu izləyən hər kimlərsə bilməli olduğunuz hazırda vacib bir məlumat var. Bu məlumatı dinləyin, sonra da gedin hərə öz işinə, mən də öz işimə. Gəlin baxaq. Hazırda bu videonu izləyən insan hansı enerjidədir? Bu videonu izləyən insan hansı enerjidədir? Həyatında stabilliyi, dengini saxlamağa çalışan bir insandır. Qoruma altında olan bir insandır. İlahi qoruması var bu insanın. Zaşitada olan bir insandır. Belə deyim də, daima dengesini saxlayır. Daima ya özü dualar eləyirsiniz, ya təmizlənirsiniz, ya meditasiya eləyirsiniz. Bunu hər dəfə deyirəm. Belə insanlarda çox sevirəm. Özünü, öz enerjisini qoruyan insanları çox sevirəm. Hamınız belə eləyin. Bəli, dengidə olan bir insandır. Hazırki sıxıntısı, problemi, narahatçılığı nə ilə əlaqədardır? Bu videonu izləyən insanın hazırki narahatçılığı nə ilə əlaqədardır? Və mən sənə deyim ki, çox yaxınlarda, ay yarım, 14 gün içində, birli dörtlü vaxtlarda çox xoş xəbər gəlir sənə və bir məsələ ilə əlaqədar uğraşırsan, bu məsələ sənin xeyrinə olacaq. Bu məsələ, bax, bu məsələ sənin, belə deyim də, ədalət bərqərar olacaq. Haqsızlığa uğramısansa, bu ədalət bərqərar olacaq. Elə sıracı çıxdı, amma yenə deyirəm. Yenə bir dənə də məlumata baxaq da. Hazırda narahatçılığın nə ilə əlaqədardır? Narahatçılığın nə ilə əlaqədardır? Bu videonu izləyən insanın narahatçılığı nə ilə əlaqədardır? Bir sözü 75 dəfə təkrarlayıram. Özürlü sayın, həmişə beləyəm. Maddiyyatla əlaqədardır. İş məsələsi var. Burada işlə əlaqədar. Bax, işin olanlarla əlaqədardır. İşinin vəzifəsinin yüksəlişindən əlaqədardır. Və ya maaşını yüksəltmək üçün kiməsə müraciət eləmsən, öz işi olanlar da var burada. Deyim sizə, öz işində maddiyyatını artırmaq üçün çalışan bir insandır. Və iş axtaran insanlar üçün də var. Yəni, burada iş gözləntisi var. Sırf burada maddiyyat məsələsi, ev məsələsi, pul məsələsi, iş məsələsi çıxdı. Okey, bu məsələ səni narahat edir. Gəl sənə lazım olan məlumatı verim, çıxım gedim işimin dalınca, gecikirəm. Gəl baxaq, hansı məlumatı almalısan hazırda, hansı məlumatı almalısan? Aha. Təmizlik elətdirənlər var burada. Təmizliyinin nəticəsini alacaqsan. Üzərindəki hansısa sıxıntılar varsa, uzun zamandır ki, 6-lı vaxtlardır ki, 6 gün, 6 həftə, 6-lı vaxtlardan bu yana üzərində olan ağırlıq, negativ, burada təmizlik eləyənlər var. Təmizlənir, gedir. Onu biləsən. İstədiyin nəticəyə çatacaqsan, sənətlə əlaqədardır. Hər nədirsə, istədiyin nəticə sənin olacaq. Neysə, bunu izlə, aldım, qəbul edim, yaz. Bundan qəşəng kart ola bilməz də, məsələn. Ətraflı baxım üçün də profilimdəki nömrə ilə əlaqə saxla. Dediklərimi də unutdum. Mən qaçdım, siz də gedin işinizin dalınca. Sağ olun.